Gəldik, çatdıq həyətimizə. Qaldır görüm, qaldıra bilirsən sən. Qaçma ha. Gəzələr sən qaldır. Hüseyin, deyirdin ki, kəndinə gedək. Görsən mi necə çətindir? Nə qədər yol mübayla, nə qədər piyada. İnəklər də dolub bostanımıza. Necə buralar bəxtidir. Sən nə qədər çıx buralar? Buralarda məsələ biləcək. Mərdivanı kim düzəldir? Mərdivan düzəldib ona baxacaq ki, göyərib sürür. Merdivan da göyərir. Merdivan kim düzəldi? Gəldik, çatdıq həyətimizə. Burada kiminsə inəkləri otlayır. Bizim bostanımızdır. Hansı ki burada kartof, lobya əkirdik biz o vaxtı. İndi isə buralar bax bu cür vəhşiləşib. İndi həyətə girək və görək həyətin günü necədir. Oha, ilahi. Oha da ayza çıxacaq ulan içinə. Hüseyin, gör nə günlədir bizim evimiz. Buranın otun biçmək lazımdır sabah. Necə? Ayda. Yox, telən qapısı açıq ol. Niyə? Hüseyin, biz buranı düzəldib, bu gecə burada qalmalıyıq. Biz ümumiyyətlə bir həftə buranı düzəldincə, bax bu şəraitdə qalmalıyıq. Sabah buraları qəşəng otun biçirik. Toku da gətirib bağlayıblar ağaca. Ağacdan ehtiyatlı olmaq lazımdır, bizi tok vura bilər. Bu çox pis bir şey. Bunu sabah zəng eləmək lazımdır montyora. Sunkaları nəylər yer ha? Hüseyin, deyən gözlə bir dəqiqə. Ən birinci biz tok işi ilə məşğul olmalıyıq. Görək bizim telefonu da artıq zaryatkası bitir. Öldüm ilahi. Qaldır görüm, qaldıra bilirsən Hüseyin. Göyərçinlərin əl işi. Göyərçinlərin əl işi. Bax, bura bax, bu gün nədir bura? Piliyoruz. Burada kopub, uçur bura artıq. Bir daha təpik olsun. Çox pisdir bura. Deməli gəldi. Bizim sayğacda tok yox idi deyənə qonşudan tok götürdük. Artıq ata yurdunda işıqlandırmışıq. Axşamın xeyir İsmət, necəsən? Gəl. Sağ ol. Gəl görün bir də. Gəlib çıxmışam amma bərbaddır vəziyyət. Hüseyinlə gəldik.
Evdə yatacaq bir şərait yox idi. Hörümçək toru, toz, torpaq, sıçan ölüsü. O yüzden də qərarı aldıq ki, gedək kəndə. Gedək bir gecə qonaq qalaq. İnşallah sabah gəlib təmizlik işləri edib. Sonra Hüseynlə burada bir xeyli müddət qalmaq fikrindəyik. İnşallah. Görək bir hara ilə aparırlar bizi. Oy Allah. Günden iyi var. Hüseyin de aylardan qorxur deyənə fikrə təmsilindən bir dəqiqə ayrılmır. Hə. Aylar bizə heç nə elən də deyil. Narahat olun. Hüseyin qorxmursa bu qaranlıq yollardan. Dəhşət ayı olur buralarda. Gedirik də görək. Çətdə də çalan it var. İtlər bizi tutacaq Hüseyin. Qonaq gedirik amma çox riskli qonaq gedirik. Yine öz suyumuz. Uşaq sağ olun. Korkma, kaçma ha. Kaçma. Yiyəcəklər bizi sen qal. Sen qal. Ay sen çok çıxar ayma. Salam aleyküm. Çiləni çək. Ya Allah. Ben ay sayma soxuru. O elə belə də tutmuşlar, bir şey qalmamışdı. Ha, bu neydi? Korktun baba. Sabah. Gəlin bir çay içərik. Sağ ol Hacın, Allah köməyiniz olsun. Mənə baxma, tutmağı yox. Çok sağ olun, çok sağ ol dede. Korktun mu? Şerefsinden dedim. Elə də qorxma. Zeyn, sərindir. Yaxşıdır. Bugünkü istidən sonra sərinlədin. Həla. Bir aç pesi görək nətər yanır. Maşa yoxdur. Hüseyin, üşüyürsən? Soyuqdur. Qoy bura görüm telefon.